Siz varmakla mənim məqsədim yalnız xalqla razılıq eləyir. Olan o eləyir, faizi ləğv olub ona görə. Ləğv olub eləmək ki, bu dəli oxunu ləğv eləmək. Marnöli Belediyəsinin Qızılhacılı kəndi və Marnöli şəhərinin 26 may küçəsində yaşayan abonentləri təbii qazla təmin edən Mamet Qaz şirkətinin rəhbəri Nəriman Allahverdiyev iyulun 24-də sakinlərlə görüş keçirərək son dövrlərdə şirkətin fəaliyyəti ətrafında yaranmış vəziyyətlə bağlı məlumat verib. Görüş zamanı Nəriman Allahverdiyev əvvəlcə sakinlərə şirkətin fəaliyyəti barədə hesabat təqdim edib. Son proseslər və Gürcüstanın energetika və su təchizatı üzrə Milli Tənzimləmə Komissiyasının irəli sürdüyü tələblər barədə danışıb. Şirkət rəhbərinin sözlərinə görə ölkə üçün çətin dövrdə böyük həcmdə vəsait xərcləyərək Qızılhacılı kəndinin təbii qazlaşdırılmasına həyata keçirib və bununla da sakinlərin uzun illər yaşadığı yanacaq problemi aradan qaldırılıb. O bildirib ki, hazırda şirkətin fəaliyyətinə maneələr yaradılır. Nəriman Allahverdiyev deyib ki, Mamet Qaz digər qaz paylayıcı şirkətlərlə müqayisədə təbii qazı daha yüksək qiymətə əldə edir və bu səbəbdən bərabər rəqabət şəraitində fəaliyyət göstərməkdə çətinlik çəkir. Onun sözlərinə görə, şirkətdən təbii qazın tarifinin aşağı salınması tələb olunur. Lakin o, qanunvericiliyə istinad edərək, tariflərin şirkətin çəkdiyi xərclər əsasında formalaşdırıldığını qeyd edib. Şirkət rəhbəri əlavə edib ki, bu məsələ ilə bağlı SEMEK və SOCAR-a qarşı məhkəmə iddiası qaldırılıb. O iddia edib ki, SOCAR tərəfindən artıq hesablanmış və mənimsənildiyini düşündüyü vəsait abonentlərə geri qaytarılmalıdır. Nəriman Allahverdiyev həmçinin bildirib ki, sözügedən işə məhkəmədə təxminən 10 ilə yaxındır baxılmır və bu prosesə kənar təsirlərin olduğunu bildirib. Görüş zamanı Ayda Veysalova SEMEK-dən daxil olmuş cavab məktubunu, eləcə də Energetika Nazirliyinin mövcud qanunvericilik aktlarını oxuyaraq sakinlərə məlumat verib. Sonda çıxış edən Nəriman Allahverdiyev bildirib ki, Mamet Qaz fəaliyyətə başladığı gündən bu günədək Prezident sərəncamı əsasında qəbul edilmiş qərarlar çərçivəsində fəaliyyət göstərir. O qeyd edib ki, vergi bəyannaməsində vergi məbləğinin 100 min laridən artıq azaldılması vergidən yayınma kimi qiymətləndirilə və Gürcüstan qanunvericiliyinə uyğun olaraq cinayət məsuliyyəti yarada bilər. Şirkət rəhbəri vurğulayıb ki, Mamet Qaz bundan sonra da fəaliyyətini vergi qanunvericiliyinin tələblərinə uyğun şəkildə davam etdirəcək. O, eyni zamanda şirkətə qarşı qanunsuz hərəkətlərə yol verildiyini iddia edərək, məsul şəxslərin qanun qarşısında cavab verməli olduqlarını bildirib. Qeyd, bu materialda yer alan iddialar görüş zamanı Nəriman Allahverdiyev tərəfindən səsləndirilən fikirlər əks etdirir. Adı çəkilən qurumların mövqeyi təqdim olunarsa, dərc etməyə hazırıq.